Herkese salam, kanalıma xoş gəldiniz. Kanala abunə olub şərh bölməsində fikirlərinizi yazmağı unutmayın. Bugünkü mövzumuz parçaların xassələri haqqında olacaq. Parçanın xassəsi dedikdə onun yaradılmasında, istismarında və ya işlənilmə vaxtı göstərdiyi obyektiv xüsusiyyəti hesab olunur. Ümumiyyətlə məhsulun xassəsi materialı birini digərindən fərqləndirib seçməyə imkan verir. Xassə göstəricisine əsasən parçanın yararlı olması, istehlakçı tələbatını ödəməsi və təyinatına uyğunluğu müəyyənləşdirilir. Parçanın xassəsi tikiş məmulatı istehsalının bütün mərhələsində mühüm əhəmiyyət kəsb edir. Parçanın xassəsini şərti olaraq belə təsnif etmək olar. Fiziki mexaniki xassə parçanın möhkəmliyini, uzanma qabiliyyətini, sürtünməyə davamlı olmasını, tikili paltarda şax durmasını və sair əlamətləri göstərir. Gigiyenik xassə parçanın hava keçirməsi, isti keçirməsi, toz götürməsi kimi əlamətləri göstərir. Texnoloji xassə parçanın tikiş prosesində sürüşkənliyini, iynə ilə zədələnməsini və sair əlamətləri göstərir. Həndəsə xassə parçanın enini, uzunluğunu, ağırlığını göstərir. Pambıq parçalar. Sahə göstəricisi üzrə parçalar pambıq, kətan, yun və ipək parçalarına bölünməsi qəbul edilir. Bu göstəriciyə əsasən istehsal olunan liflərin növləri təyin edilir. Pambıq parçadan geniş çeşidli tikiş məmulatlarının hazırlanmasında istifadə olunur. Bu parçanın əsasən klassik, həmcins olmaqla pambıqdan hazırlanır. Bununla belə pambıq parçaya viskoz, polnoz, lavsan, nitron lifləri və pambıq ipliyi, eşildik və viskoz və kapron kompleks saplarının əlavə edilməsi də geniş istifadə edilir. Pambıq parça bir sıra faydalı xüsusiyyətə malikdir. Xeyli möhkəmdir. Çoxsaylı dartılmaya və qatlanmaya kifayət qədər davamlıdır. Yaxşı higroskopik xassəyə malikdir. Pambıq parçadan olan məmulat tez nəmlənir və quruyur, yaxşı yuyulur və yüksək temperaturda ütülənir. Pambıq parça sintetik lifi parçaya nisbətən sürtünməyə az davamlıdır. Pambıq parça əksər halda yaxşı döşənir, asanca kəsilir, sürüşmür. Bu da parçanın 180 qata qədər döşəməyə imkan verir. İşlənilməsi asandır, sapı tökülmür və tikişdə sapın aralanması təsadüfən baş verir. Yumuşaq bəzəmədə iynələ çapılma alınmır. Pambıq parça tərkibində çox miqdarda sintetik lif olduqda sap asanlıqla tökülür. Tikişdə sapın aralanması alına bilər. Temperatur dayanıqlığı sintetik lifdə az olduğundan ütüləmə səthi üçün temperatur optimal olmalıdır. Pambıq parçaya çit, bez, satin, triko, eləcə də dəyişiklik, geyim üçün astarlıq və xovlu parça daxildir. Çit və bez, saya, rəvan, boyanmış və yumuşaq müslin, basma, naxışlı və az yuyulan, fuluyar, nazik, yumuşaq ipək parça yuyulduqdan sonra öz formasını saxlaması, cod və sığallı olması üçün parçaya parıltılıq verən bəzədilmə aparılır. Cifdən və bezdən don, sarafan, qolsuz don, kişi üçün üst köynək, dəyişəkli, uşaq üçün və başqa məmulat tikilir. Xovlu parçalar. Arğacı kəsilmiş xovu arğacdan olunan xovlu parça qrupuna aid olanlar velvet, velvet korda, qabarıqlı velvet və yarım məxmər parça, eləcə də ərişi, kəsilmiş xov əriş ipliyindən alınan daxil olur. Xovlu parça qrupunun əriş ipliyi zərif daranma və ya karda eşilmiş iplikdən və əsasən bir saplı arğacla hazırlanır. Arğacdan alınan xovun kəsilmə sahəsində boşalma alınmasın deyə xovlu parça arğac üzrə çox sıx toxumalı olur. Velvet kordun səthində xovun hündürlüyü 1,5 mm-ə qədər 3-5 mm enində uzunluğa zolaqlı qabarıqlığa malik olur. Velvet qabarıq zolaqlı parçanın səthində kiçik relyefli zolaq 0,8-0,9 mm hündürlüyündə xov olur. Velvetlər saya rəngdə və ya basma naxışla boyanılır. Yarım məxmər parçanın səthi 2 mm hündürlüyünə qədər hamar xovla örtülmüş olur. Xov, xovluq arğac sapının kəsilməsi ilə əldə edilir. Kətan parçalar təyinatına görə fərqlənir. Məişət üçün texniki Tara üçün məişət təyinatlı parçanın həcmi texniki kətan parçanın azalması sayəsində daimi artır. Texniki kətan parçası kimyəvi liflərdən toxunmayan materiallarla və başqa materialla əvəz edilir. Kətan parça kətanın yaş əyirmə ipliyindən, kətanın quru əyirmə ipliyindən və daraq altı, kətanın yaş əyirmə ipliyindən və daraq altının quru əyirmə ipliyindən istehsal edilir. Liflərin tərkibinə görə xalis kətan və yarım kətan parçaya, eləcə də kətan ipliyinin pambıq ipliyi də kimyəvi sapla tərkibində ştapel, kimyəvi liflərin qarışıq ipliklərdən hazırlanır. Məişət təyinatlı parça kostyum, donluq, yeməkxana, dəyişiklik, dəsmallıq və s. istifadə olunan xalis kətandan bir saplı nəmli əyirmə ipliyindən və ərişi pambıq olan iplikdən hazırlanır. Xətt olan iplikdən hazırlanır. Kostyum donluq parça əldə etmək üçün qarışıq iplikdən kətan lavsan, kətan kapron, kətan nitron istifadə edilir. Kətan lavsan parçası geniş yayılmışdır. Onun tərkibinin 50 və ya 67%-ni lavsan təşkil edir. Kətan lavsan parçası yunluluq, təəssüratı yaradır və xarici görünüşü gözəlləşir. İpliyin tərkibinə lavsan lifini 50% çox qatdıqda kətan lavsan parçası əzilmir. Aldığı formanı saxlama dayanıqlığı artır. Qasmalar yaxşı yatır.
aşağıdır. Sürtülməyə davamlıdır. Lakin onların higroskopik qabiliyyəti kətan parçasına nisbətən aşağıdır. Bu da parçanın higroskopik xassəsini pisləşdirir. Belə parça toza meyillidir. Kətan viskos parçası ipəyə bənzəyir, gözəldir, yaxşı draperlənir, higroskopikdir. Lakin o da kətan parçası kimi əzilir. Bu parça viskos triastet, lifli, tərkibli, eləcə də kətan ipliğinin kompleksli kapron, lafsan və viskos sapı ilə eşilməklə istehsal olunur. Formaya davamlı kətan parça səthində relyeflik bildirən plastik parça müxtəlif naxışlı toxumalı, o cümlədən ajuru, şəbəkəyə bənzər üst dikişli effektini verən jakkart naxışlı sıxılmış effektinə bənzəyən kətan parça buraxılır. Kostyumluq, don və şalvarlıq kətan parça əvvəllər olduğu kimi diagonalla sarja toxuması ilə hazırlanır. İpək parçalar. İpəkçilik sənayesi təbii və kimyəvi liflərdən olan ipəkdən və sapdan, pambıqla kimyəvi liflərin qatışığından, pambıq 50%-dən az olmamaqla, ərişi üçün kimyəvi lifdən və onların qatışığından, arğac üçün kimyəvi lifdən istifadə etməklə. İpək parça əsasən don kostyum və köynək üçün istifadə olunur. Onlardan eləcə də plaş, palto, gödəkçə, kişi köynəyi, kostyum, qadın paltarı tikilir. Astarlıq, palto, kostyum və şalvar üçün istifadə edilir. Təbii lifdən istehsal olunan ipək parçanın xüsusi çəkisinin 3% qədərini təşkil edir. Krep parça istehsalında krep eşilmiş sapdan 2, 3, 4 və 5 xətti sıxlığı 3,23, 2,33 və 1,56 teks olan ipək sapdan istifadə olunur. Krep deşin, yarım krep parça, kətan toxumalı olmaqla arğacı, krep eşilmiş sapdan və ərişi isə xam ipəkdən hazırlanır. Səthi yüngül, dənəvər, təhər və yumuşaq parıltılı olur. Parçanın səthi sıxlığı 55-75 olur. Krep şifon, xalis krep parça, kətan toxumalı, yüngül, yarım şəffaf, ərişi və arğacı 2 saplı krepdən hazırlanır. Onun səthi xırda, dənəvər, donuq olduğundan krep effektlilik aydın ifadə olunur. Krep jorjet parçanın strukturuna krep şifonla eynidir. 2-4 saplı krepdən hazırlanır. Sıxnaxışlı yarımqrup parçaya 5-10 kətan toxumalı eşilmiş iplikdən istehsal olunan parça daxil olunur. Jakkart yarımqrupa atlas, ştov, ağır meyvələ çəkilən parça və başqa parçalar daxil olur. Onlar xam ipəkdən, ipək iplikdən və ya eşilməyə meyilli sapdan jakkart toxumalı hazırlanır. Xovlu yarımqrup parçaya məxmər daxildir. O xətti sıxlığı 5 teks, 7,2 teks olan təbii ipəkdən xovlu toxuma ilə hazırlanır. Xov qısa olur. Onun hündürlüyü 2 millimetrə qədər olur. Təbii ipəkdən hazırlanan parça qrupu başqa qatışıqdan çox az miqdarda hazırlanır. İzlədiyiniz üçün təşəkkür edirəm.